Salam aziz dostlar. Bugün ulduzların sizin üçün nə hazırladığını öyrənməyə hazırsınızmı? Hər bir burc üçün xüsusi enerji, gizli mesajlar və maraqlı dəyişikliklər var. Sonuna kadar bizimlə qalın. Bəlkə də axtardığınız cavab elə buradadır. Koç burcu nümayəndələri, bugün ətrafınızdakı insanlar sizdəki enerjini dərhal hiss edəcəklər. Siz xüsusi olaraq diqqət çəkməyə çalışmasanız da, davranışlarınız və baxışlarınız insanlarda maraq oyada bilər. Gün ərzində vacib bir söhbət və ya gözlənilməz görüş mümkündür. Sevgi həyatında maraqlı hadisələr yaşana bilər. Əgər münasibətdəsinizsə, sevdiyiniz insanın kiçik bir jesti sizə böyük xoşbəxtlik bəxş edə bilər. Axşam saatları romantika üçün xüsusilə əlverişlidir. Əgər subaysinizsə, yeni tanışlıq ehtimali yüksəkdir. Bu insan farklı şəhərdən və ya uzaq bir yerdən ola bilər. Maliyyə məsələlərində diqqətli olmaq vacibdir. Bugün pul xərcləmək istəyi arta bilər, ancaq hər istədiyinizi almaq üçün uyğun vaxt deyil. Böyük qərarlar qəbul etməzdən əvvəl bir qədər düşünmək faydalı olacaq. İş həyatında isə nüfuzunuz artır. İnsanlar sizin dediklərinizə və etdiklərinizə daha çox diqqət yetirirlər. Bu səbəbdən hər addımınızı düşünərək atın. Bugün qəbul etdiyiniz qərarlar yaxın gələcəkdə mühüm nəticələr verə bilər. Ailə münasibətlərində isə yaxınlarınızla daha çox vaxt keçirmək sizə yaxşı təsir göstərəcək. Xüsusilə ailənin gənc üzvləri ilə ünsiyyət xoş sürprizlər gətirə bilər. Bugünün əsas mesajı budur. Cavab axtardığınız sualların çoxu artıq ürəyinizdədir. Sadəcə özünüzə qulaq asın. Axşam saatlarında alacağınız bir xəbər bütün gününüzün əhvalını dəyişə bilər. Boğa burcu nümayəndələri, bugün sizin üçün maraqlı və məhsuldar bir gündür. Adətən sakit və ölçülü davranan siz bugün daxilınızca yeni bir güc hiss edə bilərsiniz. Ağlınıza gələn fikirlər təsadüfi deyil. Onların bəzisi yaxın gələcəkdə mühüm imkanlara çevrilə bilər. Maddi məsələlərdə diqqətli olmaq vacibdir. Gözlənilməz xərc yarana bilər və buna görə də pulunuzu planlı şəkildə xərcləmək məsləhətdir. Bugün qənaət etdiyiniz vəsait sonradan sizə böyük fayda verə bilər. İş və ya gəlirlə bağlı maraqlı bir təklif almaq ehtimalınız da yüksəkdir. Sevgi həyatınızda isə hisslər daha güclü olacaq. Münasibətdə olan boğalar üçün romantik və xoş anlar gözlənir. Subaylar isə maraqlı bir insanla tanış ola bilərlər. Bununla belə, şəxsi məlumatlarınızı dərhal paylaşmağa tələsməyin. İnsanları daha yaxından tanımaq üçün zamana ehtiyac var. İş həyatında sizin fikirləriniz diqqət çəkəcək. Bəzi insanlar planlarınıza şübhə ilə yanaşa bilər, lakin siz öz yolunuzdan dönməməlisiniz. Bugün başladığınız kiçik bir addım yay aylarında böyük nəticələr gətirə bilər. Ailə daxilində isə mehriban və rahat atmosfer hökm sürəcək. Yaxınlarınızla keçirdiyiniz vaxt sizə xoş emosiyalar bəxş edəcək. Axşam saatlarında alacağınız bir xəbər və ya diqqət sizi sevindirə bilər. Bugünün əsas mesajı budur. İmkanlar düşündüyünüzdən daha yaxındadır. Sadəcə onları görmək və dəyərləndirmək üçün özünüzə inanmağınız kifayətdir. Əkizlər burcu nümayəndələri, bugün adi görünən hadisələr əslində gələcəyiniz üçün vacib qapılar aça bilər. Gün ərzində gözlənilməz bir zəng, mesaj və ya görüş diqqətinizi tamamilə başqa istiqamada yönəldə bilər. Xüsusilə uzun müddətdir əlaqə saxlamadığınız bir insanın yenidən həyatınıza daxil olması mümkündür. Bugün ünsiyyət sizin ən güclü tərəfiniz olacaq. Söhbətlər vasitəsilə maraqlı məlumatlar əldə edə, yeni imkanlarla qarşılaşa və ya faydalı tanışlıqlar qura bilərsiniz. Buna görə də insanlarla əlaqələrə xüsusi diqqət yetirin. Sevgi həyatınızda xoş dəyişikliklər görünür. Münasibətdə olan əkizlər sevdikləri insanla daha yaxın və səmimi hiss edə bilərlər. Aranızdakı bəzi məsələlər aydınlaşa bilər. Subaylar isə maraqlı bir insanın diqqətini çəkə bilərlər. Bu tanışıqlıq gözlədiyinizdən daha sürətli inkişaf edə bilər. Maliyyə sahəsində isə
bir qədər ehtiyatlı olmaq lazımdır. Əyləncə, restoran və dostlarla görüşlər planlaşdırdığınızdan daha çox xərc tələb edə bilər. Pulunuzu düşünərək xərcləmək faydalı olacaq. İş həyatında kiçik görünən bir fürsət gələcəkdə böyük nəticələr verə bilər. Digərlərin fərq etmədiyi detalları görmək qabiliyyətiniz sizə üstünlük qazandıracaq. Bugün təşəbbüs göstərməkdən çəkinməyin. Ailə daxilində xoş və mehriban atmosfer hüküm sürəcək. Xüsusilə gənc ailə üzvləri ilə ünsiyyət sizə sevinç bəxş edəcək. Bugünün sürprizi isə axşam saatlarında ola bilər. Gələn bir mesaj və ya xəbər sizi həm təəccübləndirə, həm də sevindirə bilər. Bəzən ən maraqlı hekayələr sadə bir söhbətlə başlayır. Xərçəng burcu nümayəndələri. Bugün həyatınıza daxil olan bəzi hadisələr gələcəyiniz üçün vacib əhəmiyyət daşıya bilər. Siz adətən hisslərinizə güvənərsiniz və bugün həmin hisslər sizi doğru istiqamətə yönəldə bilər. Qararlarınız daha inamlı və daha dəqiq olacaq. Maddi məsələlərdə müsbət dəyişikliklər görünür. Uzaqda yaşayan bir insan, köhnə tanış və gözlənilməz əlaqə sizə faydalı imkan təqdim edə bilər. Bəzi xərçənglər yeni qazanc mənbəyi haqqında düşünməyə başlayacaqlar. Bugün əldə edilən kiçik uğur yaxın zamanda daha böyük nəticələrə çevrilə bilər. Sevgi həyatında isə romantik enerji güclüdür. Münasibətdə olanlar sevdikləri insanın xoş sürprizi ilə qarşılaşa bilərlər. Bəzən sadə bir baxış və ya bir neçə səmimi söz münasibətləri daha da gücləndirir. Subay xərçənglər maraqlı bir insanın diqqətini hiss edə bilərlər. İş həyatında böyük addımlardan çox kiçik fürsətlər ön plana çıxır. Başqalarının diqqət etmədiyi bir məqam sizə üstünlük qazandıra bilər. Səbirli olmaq və işinizi davam etdirmək gələcək uğurların əsasını qoyacaq. Ailə daxilində isə daha çox dinləmək və anlayış göstərmək faydalı olacaq. Səmimi söhbətlər münasibətləri istilaşdıra bilər və köhnə narazılıqları aradan qaldıra bilər. Sağlamlıq baxımından bədəninizin siqnallarına diqqət yetirin. Yorğunluq hiss edirsinizsə, özünüzü istirahət üçün vaxt ayırın. İlıq yeməklər, kifayət qədər su və rahat bir axşam sizə yaxşı təsir göstərəcək. Bugünün mesajı sadədir. Gözlədiyiniz dəyişikliklər artıq yaxınlaşır. Sadəcə səbirli olun və onun gəlməsinə imkan verin. Şir burcu nümayəndələri. Bugün Şir burcu üçün qəribə və emosional bir gündür. Ürəyiniz daha sürətli döyünə bilər. Ətrafdakılar sizi anlamaqda çətinlik çəkə bilər, amma bu sizi dayandırmamalıdır. Kiçik anlaşılmazlıqlar əslində sizə kimlərin yanında qalmalı olduğunuzu göstərir. Kimisə həyatınızdan uzaqlaşa bilər. Bu təbii haldır. Sevgi həyatınızda gözlənilməz dəyişikliklər ola bilər. Bir anda yaxınlıq artar, bir anda uzaqlıq hiss olunur. Amma bu dəyişikliklər sizə həqiqəti göstərir. İş və pul sahəsində yeni imkanlar yaranır. Amma diqqətsizlik edirsinizsə, onları itirə bilərsiniz. Tənbəllik bugün sizin ən böyük düşməninizdir. Kimdənsə gələn kömək təklifi sizin üçün böyük şans ola bilər. Onu rədd etməyin. Sağlamlığınız üçün istirahət çox vacibdir. Özünüzü yormayın. Dostlarla vaxt keçirmək sizə rahatlıq verəcək. Axşam saatlarında gözlənilməz xəbər gələ bilər. Bu, əvvəlcə sizi düşündürürsə də sonradan faydalı ola bilər. Keçmişdə olan bəzi hadisələr yenidən gündəmə gələ bilər. Amma onlara çox bağlanmayın. Sakit qalmaq və düşünmək bugün sizin üçün ən doğru seçimdir. Açıq danışmaq və hisslərini gizlətməmək vacibdir. Bugün həyatınızda dönüş nöqtəsi ola bilər. Hər şey sizin qararınızdan asılıdır. Kiçik addımlar böyük nəticələr gətirir. Özünüzə inam ən güclü silahınızdır. Ətraf səs-küyə aldanmayın. Öz qararlarınızı özünüz verin. Axşam sakitlik və rahatlıq gətirə bilər. Özünüzü yormayın. Bugünkü təcrübələr sizə dəyər qazandıracaq. Sonda hər şey yaxşılığa doğru dəyişəcək. Səbirli olun və inamınızı itirməyin. Qız burcu nümayəndələri.
Bugün Qız burcu üçün sakit, amma çox dərin hisslər gətirən bir gündür. İçinizdə qəribə bir rahatlıq və yumşaqlıq yaranır. Sanki hər şey öz yerinə düşür. Sevgi həyatı daha ön planda olur və adi anlar belə sizə xüsusi görünür. Əgər münasibətdəsinizsə, evdə sakit və səmimi bir axşam sizi bir-birinizə daha da yaxınlaşdıracaq. Əgər deyilsinizsə, həyatınızda yeni bir insan daxil olması mümkündür və bu sizi təəccübləndirə bilər. Bugün yaradıcı düşüncələriniz çox güclüdür. Adi işlər belə sizə maraqlı görünür və yeni yollar axtarırsınız. Daxili hissləriniz çox dəqiq işləyir. Ona görə də qərar verərkən çox düşünməkdən, çox hisslərinə güvənməkdən daha düzgün ola bilər. İş və pul məsələlərində kiçik, amma faydalı imkanlar yarana bilər. Heç kimdən kömək almadan da uğur qazana bilərsiniz. Bu sizə özünüzə inam verəcək. Ailə üzvləri sizi daha çox anlayacaq və dəstək göstərəcək. Bugün vaxtınız dəyərini daha yaxşı anlayırsınız. Sizi yoran, fikrinizi dağıdan insanlardan uzaq durmaq daha yaxşıdır. Hər söhbətə qarışmaq lazım deyil. Bazen sakit qalmaq ən doğru seçimdir. Sağlamlıq baxımından vəziyyət yaxşıdır, amma özünüzü çox yormayın. Yüngül hərəkətlər, düzgün qidalanma və rahatlıq sizə yaxşı təsir edəcək. Bədəninizin siqnallarını dinləmək vacibdir. Sevgi tərəfində isə isti və səmimi bir enerji var. Kiçik diqqət və sadə sözlər böyük təsir yaradır. Bugün səs-küydən çox sakitlik sizə xoşbəxtlik gətirəcək. Terazi burcu nümayəndələri. Bugün Terazi burcu üçün biraz gərgin, amma eyni zamanda maraqlı bir gündür. Səhərdən etibarən müxtəlif suallar, yoxlamalar və ya kiçik mübahisələr ortaya çıxa bilər. Kiminsə sizə şübhə ilə yanaşması mümkündür, amma bunu şəxsi qəbul etməyin. Bu vəziyyət sizi zəiflətmək üçün deyil, əksinə daha güclü etmək üçündür. Bugün ən vacib şey səbirli olmaqdır. Tələsik qərarlar vermək sizə zarar verə bilər. Hər addımı düşünərək atmaq daha doğrudur. İş həyatınızda sizin zəhmətiniz görünə bilər və bu gələcək üçün müsbət nəticə verəcək. Pul məsələlərində diqqətli olun. Lazımsız xərclərdən uzaq durmaq lazımdır. Ani alış-verişlər sonradan peşmanlıq yarada bilər. Özünüzü idarə etmək bu günün çox vacib olacaq. Sağlamlıq baxımından isə bədəninizə diqqət edin. Yorğunluq və gərginlik hiss edə bilərsiniz. Daha çox su içmək, yüngül qidalanmaq və istirahət etmək sizə yaxşı təsir edəcək. Özünüzü çox yormayın. Sevgi həyatında isə müsbət dəyişikliklər var. Əgər münasibətdəsinizsə, yaxın insanla aradakı soyuqluq azalacaq və münasibət daha isti olacaq. Əgər təksinizsə, gözlənilməz bir mesaj və ya maraqlı bir danışıq ola bilər. Axşam saatlarında sakit və səmimi bir mühit sizə çox yaxşı təsir edəcək. Bugün böyük uğurlar səbir və anlayışdan keçir. Hər şeyi idarə etməyə çalışmayın. Bəzən axara buraxmaq daha yaxşı nəticə verir. Özünüzü qorumağı unutmayın. Çünki bugün daxili balans ən vacib mövzudur. Əqrəb burcu nümayəndələri. Bugün Əqrəb burcu üçün güclü və təsirli bir gündür. Səhərdən etibarən özünüzü daha inamlı və qərarlı hiss edə bilərsiniz. Xüsusilə pul və biznes sahəsində yeni imkanlar görünə bilər. Uzun zamandır gözlədiyiniz nəticələr yavaş-yavaş ortaya çıxmağa başlayır. İş həyatınızda sizi sınamaq istəyənlər ola bilər. Kimənsə şübhəli baxışları və ya sualları sizi narahat etməsin. Sakit qalmaq və ağılla cavab vermək bugün ən doğru seçimdir. Gücünüzü emosiyalarda yox, ağılda göstərmək lazımdır. Pul məsələlərində ehtiyatlı olun. Şübhəli təkliflər və ya etibarsız insanlar sizi səhv istiqamata yönəldirə bilər. Hər addımı diqqətlə düşünmək vacibdir. Bugün kiçik ehtiyat böyük itkilərin qarşısını ala bilər. Eyni zamanda yaradıcı tərəfiniz güclənir. Əgər siz incəsənət və ya yaradıcılıqla məşğulsunuzsa, bugün yaxşı nəticələr əldə edə bilərsiniz. İçinizdə saxladığınız hisslər və fikirlər daha aydın şəkildə üzə çıxacaq. Sevgi həyatınızda isə isti və maraqlı dəyişikliklər var. Yaxın insanla münasibətlər daha da çox güclənə bilər.
Kiçik romantik görüşlər və səmimi söhbətlər sizi bir-birinizə yaxınlaşdıracaq. Sağlamlıq baxımından isə özünüzü çox yormayın. Enerjiniz bəzən yüksəlir, bəzən azalır. Buna görə ritmə uyğun hərəkət edin. Sakitlik və balans bugün sizin üçün çox vacibdir. Bugün səbirli olmaq və hər şeyi nəzarətdə saxlamaq lazımdır. Böyük nəticələr bir gündə gəlmir, amma düzgün addımlar gələcəyi qurur. Oxatan burcu nümayəndələri. Bugün həyatınız biraz sürətli axır və sanki uzun müddətdir yığılıb qalan işlər artıq diqqət tələb edir. Gecikdirdiyiniz məsələlərdən qaçmaq əvəzinə onlara bir-bir yaxınlaşmaq daha düzgün olacaq. Maraqlısı odur ki, bu işlər düşündüyünüz qədər çətin görünməyə bilər. Bugün sizin gücünüz sakitdir, amma hiss olunur. Özünüzü sübut etməyə ehtiyac yoxdur. İnsanlar sizi yüksək səsinizə görə deyil, etdiyiniz işlərə görə qiymətləndirəcək. Kiçik, amma sabit adımlar daha böyük nəticələr verəcək. Bədəniniz də sizə siqnal verir. Özünüzü çox yormayın. Həddindən artıq iş fayda verməyəcək. Qısa istirahət belə sizə gözlədiyinizdən daha çox enerji qaytara bilər. Özünüzə qarşı daha yumşaq olun. Münasibətlərdə isə səmimiyyət və isti ünsiyyət ön plana çıxır. Yaxın bir insanın sizə qarşı daha açıq və həssas davranması mümkündür. Sizdə xüsusi cazibə artır və bunu xüsusi səy göstərmədən hiss etdirirsiniz. Bugün sosial mühitdən tam uzaqlaşmaq düzgün olmaz. Ailə ilə və ya yaxın dostlarla kiçik bir görüş belə ruh halınızı xeyli yaxşılandıra bilər. Sadə bir axşam belə daxili gərginliyi azaldır. Ümumilikdə bugün sizdən tələsmək yox, sakit düşüncə və düzgün qararlar tələb edir. Kiçik addımlar belə gələcək üçün böyük təsir yarada bilər. Oğlaq burcu nümayəndələri. Bugün iş dünyanızda uzun müddətdir gizli qalan hisslər yenidən üzə çıxa bilər. Onların bəzisi xoş xatirələr gətirəcək, bəzisi isə sizi bir az narahat edə bilər. Amma bu hisslərdən qaçmaq əvəzinə onları qəbul etmək daha düzgün olacaq. Çünki bu daxili rahatlığa aparan bir prosesdir. Əhvalınız yavaş-yavaş yaxşılaşa bilər. Xüsusilə insanlarla açıq ünsiyyət qurduqda, yaxın münasibətlərdə istilik və səmimiyyət artır. Uzun müddət içinizdə saxladığınız bəzi narahatlıqlar yumşala bilər. Sağlamlıq baxımından bugün özünüzə diqqət etməlisiniz. Bədəni çox yükləmək olmaz, ağır işlərdən uzaq durmaq, yüngül hərəkətlər və təbiətdə qısa gəzinti sizə daha çox fayda verəcək. Sinir sisteminiz istirahətə ehtiyac duyur. İş və gündəlik həyatda kiçik anlaşılmazlıqlar ola bilər. Ona görə hər sözü şəxsi qəbul etməmək və sakit qalmaq vacibdir. Mübahisələrdən uzaq durmaq bugün ən doğru seçimdir. Maliyyə və işlə bağlı yeni fikirlər yarana bilər, amma onları dərhal həyata keçirmək lazım deyil. Onları düşünmək və planlaşdırmaq daha faydalıdır. Şəxsi həyatda isə xoş sürprizlər mümkündür. Kiminsə sizə qarşı səmimi münasibəti və ya xoş sözü ruh halınızı yüksəldə bilər. Amma yaxın insanlara təzyiq göstərməmək vacibdir. Ümumilikdə bugün sizin üçün ən vacib şey sakitlik və daxili balansdır. Dolça burcu nümayəndələri. Bugün bədəniniz və daxili halınız biraz farklı işləyə bilər. Özünüzdə yüngül gərginlik və ya narahatlıq hiss oluna bilər, amma bu qorxulu deyil. Sadəcə sürəti azaltmaq lazım olduğunu göstərən bir siqnaldır. Ağır işlər və tələsik hərəkətlərdən uzaq durmaq daha yaxşıdır. Yüngül gəzinti, təbiətdə vaxt keçirmək və sakit fəaliyyətlər sizə çox müsbət təsir edəcək. Bugün özünüzə qarşı daha yumşaq olmalısınız. Hər şeyi eyni anda etmək lazım deyil. Kiçik addımlar daha faydalıdır. İş və gündəlik həyatda böyük dəyişikliklər olmasa da sakit və davamlı irəliləyiş var. Kiçik ideyalar və qararlar gələcəkdə böyük nəticələr verə bilər. Sizin farklı düşüncə tərziniz bugün xüsusilə ön plana çıxır. İnsanlarla münasibətlərdə sakit və səmimi ünsiyyət güclənir. Biri ilə dərin və mənalı söhbət ola bilər. Bu söhbət gələcəkdə sizin üçün daha vacib məna değişə bilər. Şəxsi həyatda isə münasibətlər yumşala və ya daha yaxın bir hala gələ bilər. Amma hər şeyi dərhal anlamağa çalışmayın.
Bəzi hisslər zamanla açılır. Maliyyə mövzusunda isə ehtiyatlı olmaq lazımdır. Ani qərarlar və impulsiv xərclərdən uzaq durun. Ümumilikdə bu gün sizə sakitlik, balans və yavaş amma sabit irəliləyiş gətirir. Balıq burcu nümayəndələri. Bugün sizin üçün imkanlar daha çox dostlar və ətrafınızdakı insanlar vasitəsilə ortaya çıxa bilər. Sadə bir söhbət belə yeni bir yolun başlanğıcı ola bilər. Gözləmədiyiniz yerdən yaxşı xəbər və ya faydalı təklif alma ehtimalınız var. İş və maliyyə sahəsində sakit, amma davamlı inkişaf müşahidə olunur. Böyük dəyişikliklər olmasa da gələcəyiniz tədricən müsbət istiqamətdə formalaşır. Kiçik detallara diqqət yetirmək bugün çox vacibdir. Sağlamlıq baxımından özünüzü yaxşı və yüngül hiss edə bilərsiniz. Lakin bu özünüzü yormaq üçün səbəb deyil. Əksinə, yaxşı yuxu, düzgün qidalanma və istirahət sizə daha da gücləndirəcək. Şəxsi həyatda isə romantika ön plana çıxır. İçinizdə isti hisslər güclənə bilər. Yaxın bir insanla sadə bir görüş belə sizə böyük sevinç gətirə bilər. Münasibətlərdə səmimiyyət və diqqət əsas rol oynayır. Ailə mühitində də xoş xəbərlər mümkündür. Gözlənilməz bir hadisə və ya xəbər bütün ailəyə sevinç gətirə bilər. Kiminsə sizdən vaxt istəməsi ehtimalı var. Buna imkan daxilində razı olun. Bugün həm də daxili təmizlənmə və yüngülləşmə günü ola bilər. Köhnə inciklikləri buraxmaq, insanlara qarşı daha yumşaq olmaq sizə rahatlıq verəcək. Ümumilikdə bugün sakit, amma faydalı, emosional baxımdan isti və inkişaf dolu bir gündür. Əzizlər, bugünkü ulduz mesajları burada bitir. Videonu bəyəndinizsə like etməyi və fikrinizi yazmağı unutmayın. Sabahınız daha işıqlı və gözəl olsun. Növbəti videoda görüşənədək sağ olun.